Reseptorları dəyişdirilmiş milçəklər şəkərli suya qatılmış, həm də aşağı konsentrasiyalı kokainə üstünlük verməyə başlayıblar. Bəli, məhz aşağı dozada. Bu da çox maraqlı bir məqamdır. Niyə məhz aşağı dozalar? Yüksək olsa bəlkə yenə xoşlamazdılar. Bu əslində insanlardakı vəziyyətlə, bilirsiniz, müəyyən qədər üst-üstə düşür. Həm milçəklərdə, həm də insanlarda aşağı dozalar adətən hiperaktivlik yaradır. Daha çox hərəkət, daha çox həyəcan. Aydındır. Yüksək dozalar isə əksinə hərəkətsizliyə, hətta iflicə səbəb ola bilir. Bu kokainin beyindəki təsir mexanizmlərinin dozadan asılı olduğunu göstərir. Və ən təəccüblüsü, bu mexanizmlər milçəklərlə insanlar arasında çox oxşardı. Nə dərəcədə oxşardı? Yəni genetik səviyyədə? Çox yüksək dərəcədə. Təsəvvür edin, İnsanlarda xəstəliklərlə, xüsusən də nevroloji və psixiatrik pozuntularla bağlı genlərin təxminən 75%-nin funksional qarşılığı meyvə milçəklərində də mövcuddur. 75%. Bu həqiqətən inanılmazdır. Bəli, xüsusilə də mükafat, öyrənmə, yaddaş kimi proseslərlə əlaqəli genetik yollar ki, bunlarda asılılığın tam mərkəzində durur, çox qorunub saxlanıb. Deməli, bu sadəcə milçəklər üzərində aparılan qəribə bir təcrübə deyil. Bunun bizim üçün, yəni insan asıllığının anlaşılması üçün konkret mənası nədir? Faydası nə ola bilər? Əhəmiyyəti çox böyükdür. Bu, asıllıq tədqiqatlarında, belə deyək, böyük bir irəliləyişdir. Niyə? Çünki meyvə milçəkləri çox sürətlə çoxalır, ömürləri qısadır və onlarla genetik təcrübə aparmaq, məsələn, siçanlarla müqayisədə qat-qat asan və ucuzdur. Yəni, daha sürətli nəticələr əldə etmək olur. Məhz elə. Bu yeni model sayəsində asılılıqla əlaqəsi ola biləcək yüzlərlə, bəlkə də minlərlə geni çox qısa zamanda yoxlamaq, skrininq etmək mümkündür. Bu da kokain istifadə pozğunluğu, CUD kimi vəziyyətlər üçün potensial yeni müalicə hədəflərinin tapılmasını kəskin şəkildə sürətləndirə bilər.